mesela İlahi Hüseyin'in kommentin altına baxıram. Bu Səfiyoğlu Səfiyyənin pejini tapmışıq. Bunun ki kommentin altına baxsan, bəzi adamlar vardı, nə fəhmdirlər. Yazıblar, Niyaz daşdı, rəfti qoşdu. Ağa küçülün bir küçülündən Niyazı var imkanı. Niyaz olan gedər işləyər, gedər halal çöl qazanar. Gedib də birini öldürməz, birinin kanı vadasını dağdar eləməz ki. Çox adam ki yazır ki, bunun Niyazı var. Ağa Niyazı vardı, gedib yolculuk eləyirdi, gedəydi, işləyirdi. Niyazı var idi, gedib götürürdü. Yerəb xalqın kanı vadasını öldürür. Gedib koşkeşlik eləsəydi bundan abudluydu. Gəlib xalqın kanı vadasını dağdar edib, hələm çoxu da yazırlar, Niyaz daşdı, rəfti qoşdu. Niyazı vardı, pox yerdi, nəkbarı ilə gedirdi, xalqın tərəfin qızını öldürürdü, yazıq eləyir tərəfi. Çoğultun qirqafəsinə baxasan Allah bəlfəsi. Sənin nənün, nəkbarı o belə-belələyim. Nənü belə-belələyim, itin qarından çıxan it. Səfiyoğlu Səfiyyənin qirqafəsinə baxayım. Bunu mən çöldə görəm ha. And dostuna laparram bunu, dərədə bunu öldürüb daşın dibində bastırıram. Küçük ol, küçücün qiyafəsi hiç qarışqa yemək öldür. Qarışqan öldürənməz, gedib o göçərdə, o kanı vadəni, binəvanı yazıq elədi. Ağa kim məndən olur, bu İlahi Hüseyinli görür, hər ki mən ümibini əzinca zirenkiliyib komment bilir. Fəqət ilmi xoşdur. Xahər şo, madər şo, zəndar şo, hər kəs ki darıb xoş bilir. Əsərə bilməliyəm. Xoş bilir, xoş bilir, xoş bilir. بر لب‌هایی که هیچی نمیگن، واسه چشمایی که خوابیده بودن، چی بخونم که چشام